Hamıya salam. Unreal Engine daxilində Blueprint proqramlaşdırma dərslərimiz davam edir. Bugünkü dərsimizdə timerlərin işləmə prinsipini öyrənəcəyik. Ümumiyyətcə timerlərin növlərini araşdıracağıq və bu timerlərin hər birinin işləmə prinsipinə uyğun olaraq müvafiq nümunələrə baxacağıq sizlərlə. Ümumiyyətcə mühərrik daxilində timerlərin təyinatından danışdıqda, burada əsasən yazdığımız kodun daha optimal qaydada həyata keçirilməyi üçün timerlərdən istifadə olunur. Misal üçün bildiyimiz kimi mühərrik daxilində eventik adlı xüsusi bir event var. Məhz bu eventin köməyi ilə hər bir tikdə bizim bu eventə birləşdirdiyimiz istənilən kod fraqmenti icra olunur və eventlər dərsindən də bildiyimiz kimi eventikin mühərrik daxilində tez-tez istifadə olunmağı tövsiyə olunmur. Məhz bu zaman bizim köməyimizə mühərrik daxilində timerlər gəlir. Yəni timerlərdən istifadə edərək daha sadə dildə desək, bu tip əməliyyatların alternativi kimi çıxış yolunu təyin edə bilirik. Timerlərlə işləmək üçün mühərrik daxilində istənilən klass redaktoru daxilinə keçid edirik. Bizim nümunədə Level Blueprint daxilindən istifadə edəcəyik. Klass redaktorumuzun boş yerində sağ klik edirik və axtarış bölümündə sadəcə olaraq timer yazırıq. Və burada iki əsas seçim görürük. Set Timer by Event və Set Timer by Function Name adlı iki ədəd xüsusi bir funksiya görürük burada. Adından da göründüyü kimi Set Timer by Event adlı funksiyanı istifadə edən zaman xüsusi bizim təyin etdiyimiz eventə əsasən həmin timerimiz işə düşür. Lakin Set Timer by Function Name adlı funksiyanı istifadə edən zaman bizim əvvəlcədən təyin etdiyimiz funksiya vasitəsilə öz timerimizi işə salıb istifadə edə bilirik. Əvvəlcə Set Timer by Function Name adlı xüsusi bir timerin işləmə prinsipinə baxaq. Bunun üçün istənilən bir inputdan istifadə edirik. Inputumuzu təyin etdikdən sonra funksiyamızı bu inputumuza bu şəkildə birləşdiririk. Daha sonra bu funksiyamızın üzərində 3 əsas giriş parametri görürük. Bu parametrlərimiz Function Name adlı xüsusi bir parametrdir. Məhz bu parametrdə əvvəlcədən təyin etdiyimiz funksiya adını buraya eyni ilə kopyalayıb yazmaqla dediyimiz kimi bu funksiyamızı işə salacağıq. Time bölümündə bizim timerimizin hansı interval ilə işləməyini burada təmin edəcəyik. Lakin burada vacib bir məqam ondan ibarətdir ki, time bölümündə 0 göstərdiyimiz halda bizim timerimiz sadəcə olaraq stop olunur, yəni heç bir funksionallıq göstərməyəcək. Looping bölümü də adından göründüyü kimi timerimizi dövrü şəkildə işə salmaq üçün istifadə olunan xüsusi bir parametrdir. Əvvəlcə bir ədəd sadə bir funksiya hazırlayırıq. Funksiyamızı bu şəkildə hazırladıqdan sonra yenidən event graph bölümünə keçid edirik və dediyimiz kimi function name adlı parametrdə təyin etdiyimiz funksiyanın adını eyni ilə buraya kopyalamalıyıq. Bunun üçün isə sizə məsləhətim olacaq ki, sadəcə olaraq bu funksiya adını buradan eyni ilə kopyalayırıq və function name adlı parametrə bu şəkildə yerləşdiririk. Əgər funksiya adını function name adlı parametrə kopyalayan zaman hər hansısa bir şrift və yaxud da simvol səhvinə burada yol verərsək, bu zaman bizim timerimiz işləməyəcək. Buna görə də mütləq şəkildə funksiya adını bu parametrə kopyaladığımız zaman buradakı funksiya adını eyni ilə buraya kopyalamağımız olduqca vacib bir məsələdir. Funksiya adımızı bu bölümə kopyaladıqdan sonra time bölümündə müəyyən bir interval təyin edirik. Mənim nümunəmdə bu intervalımızı 1 saniyə olaraq müəyyənləşdirirəm və looping bölümünü nümunə üçün aktivləşdirirəm və daha sonra compile və save düymələrinə klik edirik. Oyuna başlayırıq. Oyuna başladığımız zaman klaviaturada əvvəlcədən təyin etdiyimiz klavişə klik edirəm və ekranın yuxarı sol küncündə gördüyümüz kimi hər 1 saniyədən bir bizim funksiya daxilində yazdığımız istənilən funksionallıq Set Timer by Function Name adlı funksiyanın köməyi ilə burada icra olunmağa başlayır. Mühərrik daxilində növbəti öyrənəcəyimiz timer növümüz Set Timer by Event adlı xüsusi bir timerdir. Bunun üçün yenidən axtarış bölümündə timer yazırıq və burada gördüyümüz Set Timer by Event adlı funksiyamızı buradan seçirik. Timerimizi redaktorumuza əlavə etdikdən sonra mütləq şəkildə bir ədəd custom eventdən burada istifadə etməliyik. Çünki adından da göründüyü kimi bizim timerimiz xüsusi bir event ilə işə düşən timerimiz sayılır. Bunun üçün redaktorumuza sadəcə olaraq bir ədəd custom event əlavə edirik. Custom eventimizi əlavə etdikdən sonra təbii ki, isteğə uyğun olaraq burada adlandırma həyata keçirdirik və daha sonra custom eventimizin delegate parametrini burada event adlı giriş parametrinə bu şəkildə birləşdiririk və yenidən əvvəlcədən burada təyin etdiyim inputumuzu burada istifadə edirik. Təbii ki, nümunə olaraq və daha sonra yuxarıda gördüyümüz
funksiya adına əsasən işə düşən timerdə olduğu kimi eyni funksionallığı eventə görə işə düşən timerdə həyata keçirmək üçün sadəcə olaraq bu funksiyamızı buradan redaktorumuza çəkirik və birbaşa custom eventimizə bu şəkildə birləşdiririk. Eyni ilə eventə görə işə düşən timerimizdə də burada intervalımızı müəyyənləşdiririk və nümunə olaraq looping bölümünü aktivləşdirirəm və daha sonra yenidən oyuna başlayırıq və yenidən klaviaturada inputumuza klik etdiyimiz zaman ekranın yuxarı sol küncündən də gördüyümüz kimi bizim timerimiz əvvəlcədən təyin etdiyimiz intervala əsasən bizim funksiyamızı işə salır. Məhz bu şəkildə mühərrik daxilində timerləri istədiyimiz şəkildə istifadə edə bilərik və dediyimiz kimi mühərrik daxilində Eventik adlı xüsusi bir eventin alternativi olaraq timerlərdən geniş şəkildə istifadə olunur. Son olaraq mühərrik daxilində digər maraqlı bir nümunəyə baxaq. Bunun üçün səhnədə əvvəlcədən bir ədəd Spotlight adlı işıq mənbəyi yerləşdirmişəm. Daha sonra bu işıq mənbəyimizin Details bölümünə nəzər salsaq, burada həmin işıq mənbəyimizin müəyyən intensivliyini və digər parametrlərini bu şəkildə tənzimləmişəm. Növbəti olaraq buraya bir ədəd gördüyümüz kimi trigger box yerləşdirmişəm və trigger boxumuzu buraya yerləşdirməkdə əsas məqsədimiz ondan ibarətdir ki, bizim əsas personajımız oyuna başlayarkən bu trigger boxun daxilinə keçid etdiyi zaman təyin etdiyimiz timerimiz işə düşəcək və bu timer vasitəsilə səhnədə yerləşdirdiyimiz işıq mənbəyimiz müəyyən interval ilə intensivliyini artırıb azaldacağıq və bir növ maraqlı bir effekt işləmiş olacağıq sizlərlə. Bunun üçün ilk öncə yerləşdirdiyimiz trigger boxumuzdan Level Blueprint daxilində referensimizi götürürük. Sadəcə olaraq bu komponent səhnədə seçilmiş olmalıdır. Öncəki dərslərdən bildiyimiz kimi. Daha sonra Level Blueprint daxilində sağ klik edirik və burada Add Event bölümünü açırıq. Kolliziya bölümündən Begin və End Overlap adlı iki ədəd xüsusi bu trigger box üçün nəzərdə tutulmuş eventləri redaktorumuza əlavə edirik. Mənim nümunəmdə hər iki eventimizi gördüyümüz kimi buraya əlavə etmişəm. Bizim personajımız bu trigger box ilə təmasda olan zaman ilkin öncə öz personajımıza müraciət etmişik və AsAractor adlı parametri Casto adlı funksiyanın Object adlı parametrinə bu şəkildə mənimsədirik. Daha sonra burada gördüyümüz kimi eventə görə işə düşən xüsusi bir timerdən istifadə etmişəm. Bu timer funksiyamızı burada çağırdıqdan sonra Return Value adlı parametri bir dəyişənin yaddaşına vururuq. Bu əməliyyatı burada həyata keçirməkdə əsas məqsədimiz ondan ibarətdir ki, biz timerləri nəinki istədiyimiz zaman işə sala bilirik, eyni zamanda istədiyimiz zaman bu timerləri saxlaya bilirik və daha sonra təbii ki, yenidən bu timerləri işə salmaq mümkündür. Timerimizi isə istədiyimiz zaman saxlamaq üçün mütləq şəkildə bu timerimizi bir dəyişənin yaddaşına vururuq. Sadəcə olaraq Promote to Variable adlı bölümün köməyi ilə. Daha sonra bu dəyişənimizi uyğun olaraq adlandırırıq. Növbəti olaraq bir ədəd Custom eventi buraya əlavə edirik və Custom eventimizin Delegate adlı parametrini bu şəkildə birləşdiririk. Öz timerimizin intervalını və looping bölümünü isteğə uyğun olaraq təbii ki, burada istifadə edirik. Və dediyimiz kimi, timerimizin Time adlı parametrinə 0 mənimsətdiyimiz zaman bu timerimiz heç bir halda işləməyəcək. Bunu xüsusilə nəzərə almaq lazımdır. Və daha sonra burada əlavə etdiyimiz Custom eventimizə istədiyimiz funksionallığı yazırıq. Bizim nümunədə səhnədə yerləşdirdiyimiz işıq mənbəyimizi dediyimiz kimi müəyyən interval ilə intensivliyini artırıb azaldacağıq. Bunun üçün sadəcə olaraq bu işıq mənbəyimizdən referensimizi götürürük bu şəkildə və daha sonra bu işıq mənbəyimiz üçün setIntensity adlı xüsusi bir funksiyanı çağırırıq. Bildiyimiz kimi işıq mənbəyimizin intensivliyini bu funksiyanın köməyi ilə idarə edə bilirik. Və daha sonra NewIntensity adlı parametrdən bu şəkildə pin çəkirik və axtarış bölümündə Random Floating Range adlı xüsusi bir funksiyanı yazıb redaktorumuza gətiririk və burada minimum və maksimum adlı diapazonları isteğə uyğun olaraq tənzimləyə bilirik. Mənim nümunəmdə işıq mənbəyimizin intensivliyi 160 lumen olaraq müəyyənləşdirmişəm. Məhz buna görə də burada maksimum diapazonumu 160 olaraq mənimsədirəm və minimum diapazonumu isə 0 olaraq burada müəyyənləşdirirəm. Və hər dəfə bizim timerimiz burada 0,1 saniyə interval ilə işə düşdüyü zaman hər 0,1 saniyədən bir burada verdiyimiz dəyərlər arasında, daha doğrusu diapazon arasında təsadüfi bir qiyməti intensivlik dəyəri olaraq bizim işığımıza mənimsədəcək. Və son olaraq bizim personajımız
səhnədə yerləşdirdiyimiz trigger boxumuzdan çıxdığı zaman burada öz timerimizi saxlayırıq. Bunun üçün sadəcə olaraq əvvəlcədən bir dəyişənin yaddaşına vurduğumuz bu timerimizi sadəcə olaraq variables bölümündən redaktorumuza gətiririk bu şəkildə və daha sonra timerimizin clear timer adlı xüsusi bir funksiyasını burada çağırırıq. Məhz bu funksiyanın köməyi ilə timerimizi istədiyimiz zaman saxlaya bilirik və alınan nəticələri compile və save edirik. Səhnədə son olaraq hazır nəticəyə baxırıq. Oyuna başladığımız zaman bizim əsas personajımız bu trigger boxa daxil olur və trigger boxa daxil olduğumuz zaman işıq mənbəyimiz gördüyümüz kimi bizim təyin etdiyimiz diapazon arasında təsadüfi bir qiymətlərlə öz intensivliyini dəyişməyə başlayır və bizim personajımız bu triggerdən çıxdığı zaman gördüyümüz kimi bizim işıq mənbəyimizin intensivliyi son nəticədə dayanmış olur və bununla da mühərrik daxilində timerlərin işləmə prinsipini sizlərlə tamamilə öyrənmiş oluruq. Kanalımıza abunə olmaq və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.